Salam hörmətli izləyicilər. Bugün sizə Xırdalan şəhərində 2 mərtəbə 6 otaq, əla tikili, qoşa daş, 3 mərtəbə arası beton monolit olan yeni tikili bir həyət evi çəkib təqdim edirik. Həyətdə 2 maşın sığacaq şəkildə saxlanılıb. Gördüyünüz kimi putla idarə olunan qaraj qapısıdır. Bura evin fasad görünüşüdür. Və daxil olaraq evə doğru kürsülüdür, qoşadaşlı, mərtəbə arası beton monolitdir. Giriş hissə döşəmə istipoldur. Burada sağ tərəfdə yerləşir mənzili, mətbəxi. Gördüyünüz kimi burada vitraj pəncərələrdən istifadə olunubdur. Həyətə çıxmaq üçün qapısı var. Daxil olduqda sol tərəfdə iri bir qonaq otağı yerləşir. 25-30 kvadrat olar. İstimə sistemi kombidir. Xəttlər çəkilib tam hazır şəkildə. Daxil olduqda burada bir uşaq yataq otağıdır. Sağ tərəfdə sanzel qovşağıdır. 3 sanzel qovşağından və 6 otaqdan ibarətdir ümumi olaraq. Daxil olaraq ikinci mərtəbəyə doğru. İkinci mərtəbəyə qalxdıqda sol tərəfdə yerləşir bir yataq otağı. Burada ikinci sanuzel qovşağı. Sağ tərəfdə üçüncü yataq otağı. Və burada yenə iri bir yataq otağı. Bu yataq otağın içərisində daha bir sanuzel qovşağı yerləşir. Gördüyünüz kimi burada balkon və balkona çıxış var. Daxil olaraq digər otağa. Və buradan da öz müstəqil bir qapısı var ki, öz balkonuna doğru çıxışı var. 2 mərtəbə 6 otaq, tam paket qubcalı, satış qiyməti 170.000 manat. Real alıcı olarsa qiymətdə endirmə olunacaq, yəni danışıq yeri var. Bu günlük bu qədər, sağ olun.